Salam, hər vaxtınız xeyir. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulu may ayının 30-a qədər davam edir və sənəd qəbulu onlayn şəkildə həyata keçirilir və hal-hazırda mən abituriyentlərdən birinin sənədləşmə prosesini həyata keçirirəm və bunun üçün biz anket və ərizə doldurmalıyıq və artıq anketimiz doldurulubdur və anketin üzərinə 4,5-in 6-ya ölçüdə olan şəkil yapışdırmaq lazımdır. İndi onu sizə göstərirəm ki, anketi necə həyata keçmək lazımdır. Şimdi sən və yapışdırıcı ilə biz bunu yapışdırırıq bu hissəyə. Anketin doldurulması və digər məsələlərlə bağlı mən ətraflı şəkildə məlumat paylaşmışam və artıq biz anketimizi doldurduqdan sonra şəklimizə yapışdırırıq və bizim anketimiz tam şəkildə hazır olmuş olur. Ümumi şəkildə sənədlərin siyahısı ilə bağlı da məlumat paylaşmışam. Oradan ətraflı şəkildə baxa bilərsiniz. Sənəd qəbulunda iştirak edən bütün abituriyentlərə uğur arzu edirəm.